Bugün sizə qat-qat xəmirin reseptini verəcəm və hazırlanma qaydasını göstərəcəm. Öncə yağımızı çıxardırıq, otaq temperaturuna gələnə qədər gözləyirik. Sonra isə onu bir paketin içərisinə qoyub, hər tərəfinə gələnə qədər dümdüz yaydım və soyuducunun buzluq gözünə göndərdim ki, orada bərkisin. İndi isə xəmirimizi yoğururuq. Öncə 1 litr sütün içərisinə sirkəmi, şəkər tozumu, duzumu, duru yağı, bir dənə yumurta əlavə edib yaxşıca qarışdırdım. Daha sonra içərisinə onu əlavə edib öncə qaşıqla qarışdırdım. Sonra isə masanın üzərində yoğurmağa da miqdarları isə aşağıda açıqlama bölməsində sizə yazacağım, oradan götürə bilərsiniz. Mən çox xəmir yoğurdum çünki soyuducunun buzluğuna atıram, lazım olduqca oradan götürüb istifadə edirəm. Bu xəmiri alındıra bilmək üçün, tutturmaq üçün o qədər çox istifadə etmişəm. Hər dəfəsində alınmırdı. Hər şeyi olduğu kimi enirdim, amma yenə də məndə qat-qat xəmir alınmırdı. İrəli dəqiqələrdə sizə anlatacağım niyə görə alınmırmış. Xəmirin içərisinə kərə yağı və yaxud da margarin, otaq temperaturunda olan qatırsınız, yenidən yaxşıca yoğurursunuz. Daha sonra soyuducuya biraz soyub dinləməsi üçün göndərirsiniz. Anasının həvəskar köməkçisi buraları silib təmizləsin. Bizim isə xəmirimiz hazırdır, yağımız da donub. İndi xəmirimizi açırıq, içərisinə isə yağımızı yerləşdirib, xəmirlərimizi kənarlarından yağın üzərinə örtürük, yəni qatdalayırıq. Bu arada mən sizə anlatım, nəyə görə bu xəmir məndə alınmırdı, yəni qat-qat alınmırdı. Çünki mən bu xəmiri çox qatdalayırmışam. Hər dəfə belə qatdalayıb soyuducuya göndərirdim, çıxardırdım, yenidən qatdalayırdım, yeni soyuducuya göndərirdim. O qədər çox qatdalayırmışam ki, qatları itirmiş. Ona görə də sizə əsas nüansı burada anlatmaq istədim. Xəmirinizi çox qatdalamayın. Bir dəfə qatdalayıb göndərin soyuducuya. Yarım saat, 1 saat qaldıqdan sonra çıxardın, yenidən açın, bir dəfə daha qatlayın. Yəni 3 dəfə eyni prosesi etdikdən sonra xəmiriniz hazırdır. Əgər istifadə edəcəksinizsə, indidən istifadə edin. İstifadə etməyəcəksinizsə, soyuducunun buzluq gözünə göndərin və lazım olduqca oradan götürüb istifadə edin. Amma istifadə edəndə yenidən açıb bir dəfə daha qatdalayın xəmirinizi ki, sveş olsun. Neysə səs yazanda səsim tez qırılıb texniki səbəblərə görə üzr sayın. Mən bu xəmirin içərisinə çox şəkər tozu əlavə etmədim, çünki bu xəmirdən həm şirniyyatlarım üçün, həm də duzlu. Yəni ətli, kartoflu, pindirli ya göyərtili, hər nə istərsəz içərisinə əlavə edib, pirajkilərdən də istifadə edə bilərsiniz. Amma içərisində şəkər olması sizi heç narahat etməsin, qəti şəkildə o şəkər içində bilinmir. Əksinə şəkər içərisində olan xəmir çox gözəl qızarır və ləzzətli olur. Bu mənim Napolyonum. Mən bundan Napolyon etdim. Qalanından hətta ətli pirajki hazırladım və daha sonra qalanını da buzluğa attım. Həbətə qonağım gəlməmişdən qabaq onu çıxartıb istifadə edirəm də bu pirajkinin reseptini məndən istəyənlər olub. Ona görə də bunu sizə buradan qısaca bildirmək istəyirəm. Xəmirin reseptini verdim. İndi isə pirajkinin içərisinə istədiyiniz hər şey əlavə edə bilərsiniz. Mən sadəcə soğanla və çəkilmiş əti qovurub pirajkinin içərisinə qoydum. Və yaxud da içəlatı ət maşından çəkib soğanla qovurub ondan da istifadə edə bilərsiniz. Və əgər hələ də kanalıma abunə olmamışsınızsa, kanalıma abunə olun, like atın və öz fikirlərinizi bildirin. Bu mənim üçün çox önəmlidir. Çünki abunə sayım azalanda video çəkmə həvəsim heç olmur. Allah'a əmanət olun.